Mən əsasən Dimin buraxdığı test toplarını istifadə eləmişəm. Bir də bu 20 sınaqları da işləmişdim. Həmçinin müəllimlərimiz özlərinin yığdığı testlər var idi. Əsasən elə onları işləmişdim. Xüsusi hazırlıq planım demək olar ki, yox idi, amma belə deyim də, məktəbə gedirdim, məktəbdən qayıdıb müəyyən bir müddət istirahət edirdim. İstirahət edəndən sonra, tapşırıqlarımı işləyəndən sonra axşam vaxt qalanda həm də yorulmamış olsam, dostlarımızla onlayn qoşulub özümüz əlavə testlər işləyirdik, ya sorğu-sual edirdik bir-birimizi. Mən birinci ixtisas qrupu üzrə gedirəm, kimya qrupuna. Özüm mexanika mühəndisliyi istəyirəm. Əsas motivasiyam həm istəyirəm ki, bacarma yaxşı edib ailəmi və müəllimlərimi sevindirmək istəyirəm həmişə. Həm də ki, uğurlu bir gələcəyə, karyeraya sahib olmaq üçün çalışırdım. Məncə hər üçü önəmlidir. Çox çalışmaq da lazımdır. Düzgün psixologiyan olmayanda adam özünü ötürə bilər, həyəcanlana bilər imtahan vaxtı. Tövsiyəm ondan ibarətdir ki, hər zaman nəsə bir uğur əldə etmək istəyirlərsə, qabaqlarına bir hədəf qoysunlar, o hədəf üçün çalışsınlar. Həm hər zaman məsuliyyətli olsunlar, çalışqan olsunlar. Amma sosial həyatdan da imtahan eləməsinlər də bunlardan əlavə olaraq. Özüm tələbə həyatımı Türkiyədə keçirmək istəyirəm. Türkiyə universitetlərinə hazırlaşıram bu dəqiqə. Orada da bir müddət oxuyub qutarandan sonra orada bir müddət işləyib ölkəmə qayıdıb, ölkəmə faydalı vətəndaş olmaq istəyirəm.